Salam Necməddin bəy. Sizin kitablarınız nə haqqındadır? Salam. Belə ilk öncə deyə bilərəm ki, kitab dedikdə biz əsasən içimizdəki duyğuları dilə gətirmişik. 19 il öncədən keçirdiyim qəza nəticəsində məhv olan bir həyatın yenidən qurulmasından danışmışam. Kitab dedikdə əslində öz duyğularımı dilə tökmüşəm, öz hisslərimi dilə tökmüşəm. İnsan üçün yaradılış sistemi hər zaman maraqlı olub. Ancaq gəlin özümüzün həyatımıza baxaq. Hansı çətin məqamlarda, hansı çətin istiqamətlərdən özümüzü çıxara bilmişik? Bəzən hallarda heç olub, istiqamətlərimizi rahat şəkildə çıxara bilməmişik. Bəzən hallarda öz həyatımızı yenidən yaza bilməmişik. Bəzən hallarda öz həyatımızda nələrisə məcbur etmişik. Biz heç öz həyatımızı bəzən hallarda dərk etmirik. Amma mən öz kitablarımda öz həyatımı dərk edib oyanışımdan, ruhumun oyanışından və yarımçıq arzularımı həyata keçirməyimdən danışmışam. Sən bir möcüzəsən, əslində insanın bir möcüzə olduğunu, qaranlıq tuneldən görünən işıq isə hər bir qaranlığın bir aydın sabahı olduğunu izah etmişəm. Bu günlərim bütün media, bütün Azərbaycanda, Türkiyədə kitablarım çox sevilərək oxulur. Səbəbi isə mənim ən əsaslı şəkildə rahat öz duyğularımı ifadə etməyimdən dolayı kitablarım bu cür oxundu, bu cür qəbul olundu. Hər kəsə təşəkkür edirəm. Sizlər də alıb mənim kitabımı oxuyun, həyatınızı yenidən yazın.